Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, ibtidai sinif müəllimləri üçün sertifikasiya və MİQ-ə hazırlaşacaq müəllimlərə dəstək məqsədi ilə ilk mövzu olan mərtəbə sinif mövzusu haqqında bir neçə sualın, sınaq suallarının izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun. Hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda 2027-ci ilin sertifikasiya mərhələsinə hazırlaşacaq ibtidai sinif müəllimləri üçün bizim sentyabr qruplarımıza qeydiyyat davam edir. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur və dərsdən sonra qrupa göndərilir. Ətraflı məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq dərslər haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Onu da qeyd etdim ki, sentyabr ayına qeydiyyatdan keçən hər bir müəllimə ödənişdə endirim olunacaq. İlk sual belədir ki, deyir ki, ədədin minliklər sinifinin rəqəmləri hasili ilə onluqlar mərtəbəsinin qiymətinin cəmini tapın. Verilmiş ədədimiz minliklər sinifi. Baxaq, təkliklər, minliklər sinifi. 1, 0, 9. Bu minliklər sinifinin rəqəmləridir. Bunun rəqəmləri hasili, yəni 1-i 0-a vurub 9-a vursaq, bunun hasili 0 verəcək bizə. Sonra deyir ki, onluqlar mərtəbəsinin qiymətinin cəmi. Onluqlar mərtəbəsi təklik, onluq 5-dür. 5-in mərtəbə qiyməti olacaq 50. Və 50 ilə də 0-ın cəmi bizə elə 50 verəcək. Doğru cavabımız olacaq D variantı. Sonra keçirik 2 nömrəli suala. Deyir ki, verilmiş ədəddəki 9 rəqəminin mərtəbə qiymətlərinin cəmini tapın. Deyək ki, bu tipli misallarda böyük bir ədəd yazırsa, bunun tapılma qaydası çox rahatdır. Əslində biz normalda məsələn təklik, onluq, yüzlük, minlik və s. Amma bu ədədi köçürürəm bu hissəyə 9, 2, 5, 0, 9, 0, 9, 5. Və hansı rəqəmlə söhbət gedirsə, həmin rəqəmi ayırıram. Hansı rəqəmlə söhbət gedirsə, həmin rəqəmi ayırıram. Boşluqları isə 0 ilə doldururam. 1, 2, 3 dənə 0, 1 dənə 0, 1 dənə 0. Deməli, təklik, minlik, milyon. 90 milyon, 9090. Hansı variantdadır? C variantında qeyd olunubdur. Deməli, bunun qiymətini bu qaydada tapmaq mümkündür. Məsələn, 5-ləri də istəsə, 5-ləri də bu qaydada biz yaza bilərik. Keçək növbəti sualımıza. Üçüncü sualımız. Deyir, ədədin onluq mərtəbəsindəki rəqəmi 6 vahidə azaldıb, yüzlük mərtəbəsindəki rəqəmi 5 vahidə artırdıqda ədəd necə dəyişər? Ümumiyyətlə, hansı mərtəbədən söhbət gedirsə, yüzlüyü deyir ki, 5 vahid artır. Onda 100-ü 5-ə vuranda olur 500. Oldu 500 vahid artım. Onluq mərtəbəsindəki rəqəmi 6 vahid azaldanda, onluğu 6 vahid azaltmaq, onu vur 6-ya, 60 vahid azalma deməkdir. Və 500-dən də 60-ı çıxıram, 440 qalır. Böyük mərtəbəni artırdığıma görə kiçik mərtəbədə nə qədər azalma getsə də ədədimiz elə artmış olacaq. Doğru cavabımız olacaq C variantı 440 vahid artar. Sonra növbəti sual 4 nömrəli sualdır. Deyir ki, 3 rəqəmli ədədin onluq mərtəbəsindəki rəqəmi 1 vahid artırıb, təklik mərtəbəsindəki rəqəmi 4 vahid azaltdıqda ədəd necə dəyişər? Yenə də onluq mərtəbəsindəki rəqəmi 1 vahid artıranda, onu 1-ə vuranda 10 vahid artmış olur. Əgər 4 vahid azaldacamsa təkliyi, 1-i 4-ə vuranda 4 eləyir, ondan da 4 çıxanda qalır 6. Yəni, yenə də baxırsan ki, böyük mərtəbəni artırmısansa, o zaman
digər mərtəbələri, kiçik mərtəbələri azaltsaq belə ədədimiz artmış olacaq. Doğru cavabımız olur B variantı. Keçirik növbəti sualımıza. 5 nömrəli sual. Deyir ki, 17 yüzlüklə 6 minliyin cəmi neçədir? 17 yüzlük, yüzlükdən söhbət gedirsə 17-ni 100-ə vurursunuz. 6 minlik deyirsə 6-nı da 1000-ə vururuq. Və ümumi olaraq toplayırıq. Olacaq 7700. Doğru cavabımız olacaq A variantı. Növbəti bir sual. 40 milyon 23 min 8 ədədi necə yazılır? Deməli, ilk olaraq bunu istəyirsinizsə belə də yaza bilərsiniz. Baxın, 3-0 milyon, 1000, bir də təklik sinifi. 40 milyon, 23 min, 8. İndi boşluqlardakı yerə sıfırları düşürdə bilərsiniz. Oldu 40 milyon, 23 min, 8. Doğru cavabımız elə olacaq A variantı. Növbəti bir sual, 7 nömrəli sualdır. Deyir ki, verilən ədəddə minliklər sinifinin rəqəmləri cəmi ilə yüzlük mərtəbəsinin qiymətinin cəmini tapın. İlk olaraq biz sinifləri ayırsaq, təklik, minlik. 4, 3, 2. Bu bizim olur sinifimiz, minlik sinifimiz. Və bunun da rəqəmləri cəmi 4, üstəgəl 3, üstəgəl 2, 9-a bərabərdir. İndi bizdən də bir də deyir ki, yüzlük mərtəbəsinin qiymətinin cəmi. Baxaq, təklik, onluq, yüzlük 6-dır. 6-nın mərtəbə qiyməti 600-dür və 600 ilə də 9-u toplayırıq, olur 609. Doğru cavabımız olur D variantı. Keçirik növbəti bir suala. 8 nömrəli sual. Deyir ki, 24 onluqla 5 minliyin cəmi neçədir? 5 minlik 5-i 1000-ə vururuq. Olur 5000. 24 onluqdan söhbət gedirsə, 24-ün sonuna bir dənə 0 atırıq. Və olur 5200, deməli 40. 5240. Doğru cavabımız olur B variantı. Keçək növbəti suala. 9 nömrəli sual belədir ki, deyir televizorun qiyməti avtomobilin qiymətini göstərən ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin qiymətindən 4 dəfə çoxdur. Avtomobilin qiyməti 64700 manatdırsa, televizorun qiyməti neçə manatdır? İlk olaraq televizorun qiymətini tapmaq üçün avtomobilin qiymətini yazaq. 64700 manat. 64700 manat. İndi bunun yüzlük mərtəbəsini göstərən rəqəm 7-dir. 7-nin mərtəbə qiyməti 700-dür. 700-dür. Və bundan 4 dəfə çoxdursa, 700-ü də 4-ə vursaq, olacaq 2800. Doğru cavabımız olur B variantı. Növbəti bir sual. 10 nömrəli sual. Deyir 95481 ədədindəki minliklərin sayı qədər minliyi olan AB 614 ədədində yüzlüklərin sayının yarısının rəqəmləri cəmini tapın. Biz bu tipdə bunun minliyini tapmaq üçün təklik, onluq, yüzlük, minlik, 95 minliyi var bunun. Və buradakı ədəddə də elə 95 minlik var. Çünki bizə deyir 95 həmin ədəddəki minliyi qədər olan. 614-ü də bura yazırıq, 614-ü də bura yazırıq. Burada isə bizdən yüzlüklərin sayını istəyir. Təklik, onluq, yüzlük. 956 yüzlüyü var. Yüzlüklərin sayının yarısının rəqəmləri cəmi. 956 yüzlüyü bölürük 2 yerə.
və bu da bizə verir 478. 478 rəqəmləri cəmini istəyir bizdən. 4 üstə 8 üstə 7. Deməli 19-a bərabərdir. Doğru cavabımız olacaq 19. Növbəti bir sual. Deyir ki, 73.000 A41 natural ədədində X A rəqəminin mərtəbə vahidi, Y A rəqəminin mərtəbə qiyməti olub, X plus Y-in cəmi 700 olarsa, A-nın 5 mislinin 2 əskiyini tapın. Deməli, A-nımız 7, 3, A, 4, 1. 41. Təklik, onluq, yüzlük. A-nın mərtəbə vahidi 100-dür. 100-ün üzərinə Y gələrik, 700 edər. Y özü nəyə bərabərdir? 700-dən 100 çıxanda 600. Biz həmişə qiyməti tapanda vahidə vururduqsa, indi qiyməti vahidə bölərik, həmin rəqəmi taparıq 6. Deməli, A-nın yerinə yazılacaq rəqəm 6 rəqəmidir. İndi 6-nın 5 mislinin 2 əski. 5 6-ın 30, 30-dan da 2 çıxanda 30-dan da 2 çıxırıq, qalır 28. Doğru cavabımız olur D variantı. Növbəti bir sual 12. Deyir, ədədin milyonluq sinifindəki ədədin rəqəmləri cəmi ilə tək milyardlıq mərtəbəsindəki rəqəmin hasili neçədir? Baxaq, parçalayaq ədədimizi, siniflərə bölək. Təklik, sonra gəlir minlik, milyon, milyard. Bizə deyir ki, milyonluq sinifindəki ədədin rəqəmləri cəmi. Təklik, minlik, milyon. 6 üstəgəl 1 üstəgəl 4. Bizə verir 11. Sonra tək milyardlıq mərtəbəsini. Tək milyardlığa düşür 3. 11 ilə 3-ün hasili bizə verir 33. Doğru cavabımız olur D variantı. Növbəti bir sual 13 nömrəli sualdır. 56 deməli deyir ki 500 deməli 6314. A rəqəmi də var. A rəqəminin mərtəbə vahidi ilə mərtəbə qiymətinin cəmi 7000-dir. Buna görə A hansı rəqəmdir? Təklik, onluq, yüzlük, minlik. Biz bilirik ki, A-nın durduğu sıra 1000-dir. Vahidi 1000-dir. 1000-in üzərinə X gələrik, olar 7000. Və 7000-dən 1000-i çıxırıq. X rəqəmi, yəni A-nın yerindəki rəqəmin mərtəbə qiyməti olur 6000. 6000-i də həmişə rəqəmi vahidə vuranda qiymətini tapırdıq. İndi qiyməti vahidə böləcəm, 1000-ə böləcəm, düşəcək 6. Deməli, A-nın yerində duran rəqəm 6-ya bərabər imiş. Növbəti bir sual 14. Ədədin sağına 5 yazdıqda yeni alınan ədəd əvvəlki ədəddən 464 vahid çox olar. Əvvəlki ədədin rəqəm cəmini tapın. Baxın, belə bir, deyək ki, məsələn, ədədimiz 1-dir. Bunun sağına 2 yazıram. Oldu 12. İndi baxaq görək 1 necə dəyişdi. 1 10 dəfə artdı, plus ədədin sağına yazdığımız ədəd qədər artdı. İndi ədədimiz x-dir. Sonra x-in sağına gətirib 5 yazsaq, bu necə dəyişəcək? X dəyişəcək 10 dəfə, bir də 5 vahid. Və bizə deyir ki, ədədin əvvəlki ədəddən 464 vahid çox olar. Deməli, x-in üzərinə 464 gəlsək, əvvəlki ədədimiz dedik ki, 10 dəfə artmayacaq. Olacaq 10x plus 5. Yəni, ədədin 10 dəfə və özü qədər artır. İndi,
Deməli 10x-dan x-i çıxıram. 9x bərabərdir. 464-dən də 5 çıxıram. 459. X də bərabərdir 51-ə. Əvvəlki ədədimiz 51 olub. Bunun da rəqəm cəmi 6-ya bərabər olur. Doğru cavabımız olur B variantı. Növbəti sual 15 nömrəlidir. Deyir ki, verilən ədədin onluqların sayı, yəni 73.100 x, y ədədində onluqların sayı təkliklərin sayından 65.803 vahid az, yüzlüklərin sayından isə 6580 vahid çox olar. X, y cəmini tapın. Biz buna yaxşı olar ki, baxaq, deyək ki, 7, 3, 1, x. Bu olur onluqların sayı. Təkliklərin sayı ədədin özüdür. Sonra bizə deyir ki, yüzlüklərin sayından bu qədər çoxdur. Yüzlüklərin sayına baxsaq, təklik, onluq, yüzlük. 731 yüzlüyümüz var. Əgər biz bunun üzərinə 6580-i gəlsək, onluqların sayını almış olacaq. O zaman 6580 gələrik bunun üzərinə. Aha. Bu zaman olur neçə? Toplasaq 1, 1, 3, 7. Deməli, x-in yerindəki rəqəm çıxdı 1. X bərabərdir 1-ə. İndi təzədən biz buradan deyir ki, təkliklərin sayından 65.803 vahid azdır. O zaman onluqların sayı bizə məlumdur da. Onluqlarımızın sayı 7311 vahiddir. Biz bunun üzərinə həmin o az vahidi gəlsək, 65.803-ü gəlsək, tam olaraq ədədimizi tapacağıq. 3-ün üstünə 1, 4. Elə bu 4-ü tapmağımız kifayətdir. Və yaxud elə tam ədəddə yaza bilərsiniz. 73. Deməli, buradan y-in yerindəki rəqəmdə tapdıq 4. İndi bizdən nə istəyir? X, y-in cəmi. X ilə y-in cəmi bizə verəcək 5. Doğru cavabımız olacaq 5. Qayda olaraq bu tipləri belə yaza da bilərsiniz. Amma ümumi olaraq, məsələn, tam ədəddə götürüb, verilən şərtləri çıxsaq, toplasaq, yenə də həmin ədədi almış olacaq. Suallarımız bu qədər. Növbəti sınaq suallarında görüşənədək sağ olun, salamat qalın.